Bugünkü dərsimiz zülallardır. Deməli, zülallar bilirik ki, üzvü birləşmələrdir, yəni biopolimer birləşmələrdir və onların monomeri adlanır amin turşular. Amin turşu ümumiyyətlə zülalların tərkibində 20 növdür. Təbiətdə düzdür, çoxdur amin turşu. Məsələn, 150 dənə amin turşu var ki, bunlardan 20 dənəsinə deyirik ki, zülalların tərkibində rast gəlinirik. Dedik ki, deməli, zülallar amin turşulardan təşkil olunub. Amin turşuların quruluşuna gəldikdə, amin turşular deməli ibarətdir. Bir radikal, bir də qeyri-radikal hissədən. Deməli, bunun radikal hissəsi, bunu ayıraq. Deməli, bu hissəsi adlanır radikal, bu hissəsinə isə deyirik qeyri-radikal hissə. Deməli, bütün amin turşular radikal hissəyə görə bir-birindən fərqlənirlər. Amma qeyri-radikal hissəyə görə onlar bir-birindən fərqlənmirlər. Yəni, qeyri-radikal hissə bütün amin turşularda amin qrupundan və karboksil qrupundan ibarətdir. Deməli, radikal hissə yalnız radikallardan təşkil olunub. Ola bilər ki, bu radikal, məsələn üçün, olsun hidrogen və yaxud da ki, onun yerində metil olsun, digər hansısa bir maddə və yaxud da element, hansısa bir qrup fərqi yoxdur. Yəni, radikal hissədə ola bilər. Amma qeyri-radikal hissə həmişə standart formada qalır. Yəni, amin qrupundan, bir də karboksil qrupundan təşkil olunur. Sərbəst halda amin turşuların molekul kütləsi, yəni Mr, amin turşu sərbəst halda deyəndə molekul kütləsi, deməli 128 AKV-yə bərabərdir. Sərbəst halda deməli amin turşunun molekul kütləsi 128-dir. Amma desək ki, zülalın tərkibində amin turşunun molekul kütləsi neçədir? Onda zülalın tərkibində amin turşunun molekul kütləsi 110 AKV-yə bərabər olacaq. Və amin turşuların ölçüsü isə hər bir, yəni amin turşu halqasının uzunluğu isə 0,35, 0,37 nanometrə bərabər olacaq. Bunlardan biz deməli testlərimizdə istifadə edəcəyik. Ona görə də yadınızda daha yaxşı qalsın deyə tez-tez təkrar etmək lazımdır. Deməli, indi biz zülalı sintezləyək. Bilirsiniz ki, amin turşular birləşərək, deməli, çoxlu sayda amin turşular birləşərək peptid rabitə yaradılır və bu rabitə yaranır. Onun hesabına da yeni zülal zənciri sintezlənmiş olur. İndi gəlin baxaq amin turşuların necə zülal yaratmağına. Deməli, əvvəlcə amin turşularımızı qeyd eləyək və amin turşuları bu dəfə açılışı ilə yazaq ki, çünki reaksiya zamanı biz amin turşuları birləşdirməliyik. Deməli, amin turşu dedik ki, amin qrupundan, radikaldan və karboksildən ibarətdir. Aha, bu bir amin turşum. Üzərinə gəlirəm ikinci amin turşuyu. İkinci amin turşunu da eynən bu formada yazıram. Amin qrupundan, CH-dan, deməli, bura yazıram radikal 2, bu da olsun radikal 1-imiz. Burada yazıram C, O, OH. Bir də yenidən bunun üzərinə bir dənə də amin turşu gəlim. Amin turşunu yazaq. Deməli, HN, yəni amin qrupu və karboksil qrupunu yazdım. Üzərində də isə R3 yazıram. Bu 3 dənə amin turşunu burada qeyd elədim. Aha. Deməli, 3 dənə amin turşunu qeyd eləyəndən sonra, baxın, birinci amin turşunun bu reaksiya zamanı, birinci amin turşunun hidroksil qrupu ilə ikinci amin turşunun hidrogeni birləşir. OH ilə hidrogen birləşəndə buradan su molekulu ayrılır. Həmçinin, baxın, ikinci amin turşuda da, bax, amin turşunun OH ilə, yəni hidroksil qrupu ilə digər amin turşunun hidrogeni birləşərək, deməli, su əmələ gətirdi. Deməli, mən burada 3 dənə amin turşu yazmışam. 3 dənə amin turşudan görürsünüz, 2 molekul su ayrıldı. Gəlin, indi bu su molekulu ayrılandan sonra yerdə nə qalıbdır? Yəni, zülalın tərkibinə daxil olan amin turşuların quruluşunu qeyd eləyək. Baxaq. Birinci tərəf olduğu kimi qalacaq. Baxın, deməli, hidrogenlər, bunları birləşdirdim, demək, azot. Sonra CH yerində qaldı, radikal birimiz yerində qaldı. Amma karbona baxaq. Karbonu görürsünüz, OH-ı getdi, bir dənə geriyə nə qaldı? O qaldı. Bax, bu birinci amin turşu. Birinci amin turşudan geriyə qalanları yazdım. Deməli, karbon 4 valentlidir. Onun 1 valenti boşda qalıbdır. 1 valenti boşda qaldığına görə mən bu birisi amin turşunun, deməli, baxın, tərkibindən bir dənə hidrogen çıxıbdır. İndi də azotun bir dənəsi qalıbdır. Ona görə bura birləşdirirəm azot. Üzərində də nə yazıram? Baxın, üzərində də bir dənə hidrogen. Yenə geri qalan hissəni yazıram. CH, CO, çünki buradan OH ayrılıb. Burada da R2.
Aha, yenə geri qalan nə var idi bu birisində? Üçüncü amin turşudan da geriyə qalan yenə N, üzərində H, burada birləşsək CH, C, burası da qalıbdı yerində, bax, COOH. Bunun da üzərinə yazıram R3, yəni radikal 3. Bu oldu bizdə zülal zəncirini yaratdıq. Yəni amin turşuları bir-biri ilə üzərinə gəldik amin turşuları və bunun da nəticəsində deməli yeni zülal zəncirini yaratdıq. İndi baxaq görək zülal zənciri hansı rabitə hesabına yaranır. Baxın, burada rabitələri göstərirəm. Yəni rabitələri hardan göstərirəm? Bu amin turşu harda qutardı? Bu harda başladı? CO ilə bitdi, çünki o H-ım gedibdi. Burada da NH2-nin bir dənə H-ı getdi, NH qaldı. Ona görə də bax, onlar birləşən yerləri alıram kvadratın içərisinə. Deməli, bu hissələr nədir? Bu hissələr peptid rabitənin yarandığı hissələrdir. Peptid rabitə. Peptid rabitənin sayı neçədən oldu? 2 dənə. Dedik ki, neçə molekul su ayrıldı? Baxın, suyu burada yazmışdım. 1, 2. 2 molekulda su. Deməli, zülal biosintezi zamanı peptid rabitənin və yaranan suyun miqdarı bir-birinə bərabər olur. Ona görə də, deməli, həm peptid rabitənin, həm də suyun miqdarını tapmaq üçün N-1 düsturundan istifadə edirik. Burada N amin turşunu göstərir. N-1 isə həm suyun miqdarını, həm də yaranan peptid rabitənin miqdarını göstərir. Deməli, biz həm də amin turşunun molekul kütləsini göstərəndə onu da qeyd edək ki, amin turşunun molekul kütləsində radikalın molekul kütləsi, yəni ümumi formul kimi götürsək, radikalın molekul kütləsini 54 götürürük və 54 qeyri-radikal hissəni tapmaqdan yana nə edirəm? Bax, 128-dən çıxıram 54, yəni radikal hissəni qalır burada qeyri-radikal hissə. Qeyri-radikalın da molekul kütləsi olur 74. Məsələn, hansısa tapşırıqda bizə desə ki, radikalı tutalım, deyir ki, əvəz eləyən hidrogendir burada. Amin turşunun molekul kütləsini tapın. Onda nə edirəm? Qeyri-radikal hissənin molekul kütləsi qalıb yerində. Bir dənə radikalın molekul kütləsini bilirəm. Yəni, hidrogen verib mənə tutalım. Hidrogenin də emeri neçəyə bərabərdir? 1-ə. Yəni, 74-ün üzərinə gəlirəm hidrogenin molekul kütləsini. Tapıram ki, bu amin turşunun molekul kütləsi demək neçəyə bərabərdir? 75-ə. Yəni, bizə verilən bu hissədə hansısa element varsa, onun molekul kütləsi ilə qeyri-radikal hissəni hesablayıb, ümumilikdə amin turşunun molekul kütləsini tapa bilərik. Sonra deməli, zülallar, məsələn, bir proteinlər var idi, bir də proteidlər var idi. Əgər ki, polipeptid zəncir, yəni bax, bu yaranan zəncir yalnız amin turşulardan qurulubdursa, buna deyəcəm proteinlər. Yox, əgər amin turşulardan başqa qeyri-zülali hissə də varsa, yəni qeyri-zülali hissə dediyim, məsələn, orada ola bilər ki, mis olsun, dəmir olsun, hansısa bir vitamin olsun. Əgər bunlarda varsa, onda bunlara deyirlər proteidlər. Sonra deməli, insan orqanizmində ən böyük amin turşu, deməli, titindir. Titin 38.138 amin turşudan təşkil olunubdur və buna da insanın ennəzolaqlı əzələ toxumasında rast gəlinir. Sonra keçək zülalın molekul quruluşuna. Zülalın deməli molekul quruluşu, ümumiyyətlə quruluş səviyyəsi 4 dənədir. Yəni, birinci quruluşa, məsələn üçün deyirəm ki, birinci quruluşun, baxın bu hissəyə, yəni. Və görürsünüz, xətt çəksəm, düz xətt üzrə gedir. Elə deyil. Ona görə də birinci quruluşa deyirlər xətti quruluş. Və xətti quruluşda biz hansı rabitəni tapdıq? Daha doğrusu hansı rabitə hesabına bu xətti quruluşu yaratdıq? Baxın, peptid rabitə. Ona görə yazıram, birinci quruluş adlanır xətti quruluş və peptid rabitə hesabına yaranır. Sonra gəldi ikinci quruluş. İkinci quruluş isə bu xətti quruluş başlayır bir-birinə belə sarınır, daha doğrusu spiral formasına düşür. Ona görə də ikinci quruluşa elə deyirik spiralvari quruluş. Spiralvari quruluşdur. Aha. Deməli, bu da nə hesabına yaranacaq? Hidrogen rabitəsi hesabına. Amma burada təkcə hidrogen rabitəsi olmayacaq. Çünki birinci quruluşda nə yaranmışdı? Peptid rabitə. Deməli, ikinci quruluşda 2 dənə rabitə var. Hansıdır? Əsas hidrogen rabitəsi hesabına yarandı. Amma peptid rabitədə yenə yerində qalıbdır. Sonra keçək üçüncü quruluşa. Üçüncü quruluşa isə deyirlər qlobula.
Bu qlobula oid ki, baxın, bir neçə dənə spiralın belə bir-birinə dolanması nəticəsində yaranır və bu hidrofob rabitə hesabına yaranır. Hidrofob dərsliklərdə məsələn SS belə göstəriblər, disulfid rabitə də deyirlər, onların hesabına yaranıbdır. Məsələn, indi sizə sabah düşsə ki, 3-cü quruluşda hansı rabitələrə rast gəlinir? 3-cü quruluşda eynən bunları necə yazırdımsa, yenə yazıram. Hidrofob rabitə hesabına yaranır 3-cü quruluş, düzdür. Amma yenə də onun tərkibində hansı rabitələr var? Peptid, sonra hidrogen, bir də özü, rabitənin özü budur, ana yaratmışdıq. Deməli, 3-cü quruluş hidrofob rabitə hesabına yaranır, amma ümumilikdə onda həm hidrogen, həm peptid, həm də hidrofob rabitə vardı. Bir də var idi zülalın 4-cü quruluşu ki, 4-cü quruluşu artıq biz dərsliklərdə öyrənmirik. Bu da bir neçə qlobulaların, yəni birləşməyindən, 3-cü quruluşun birləşməyindən yaranan quruluşu idi. Deməli, zülallar əsasən öz funksiyalarını 3-cü quruluşda yerinə yetirirlər, amma hemoqlobin zülalı öz funksiyasını 4-cü quruluşda yerinə yetirir. Yəni onun tərkibinə həm də zülal və qeyri-zülali hissə, yəni dəmir daxildir. Sonra zülalların xassələrinə gəlsək, deməli, zülalların xassələrinə nə aiddir? Zülalların xassələri bilirsiniz ki, zülallara təsir eləyəndə temperaturdan, məsələn, kimyəvi qıcıqlardan, məsələn, spirtdən, turşudan və yaxud da ki, təzyiqdən, bunların təsirindən zülallar denaturasiyaya uğrayırlar. Yəni, nə deməkdir denaturasiya? Parçalanmaya uğrayırlar. Və bu sözün mənası da de yoxluq, natura isə təbii xassə deməkdir. Yəni, zülalın təbii xassəsinin pozulması deməkdir. Denaturasiyanın özü iki cür olur. Bir dönərdir, bax, denaturasiya iki cür olur. Bir dönər, bir də dönməz. Əgər ki, zülalın birincili quruluşu qalırsa, buna deyirəm dönər denaturasiya. Yox, əgər birincili quruluş da pozulubdursa, onda buna deyirəm dönməz denaturasiya. Yəni, ta əvvəlki vəziyyətinə qayıda bilməz. Buna bir dənə misal deyək, məsələn, yumurtanın əlimizdən düşüb sınmağı. Sındısa, bu, deməli, birinci quruluşu qalıb. Yəni ki, hələ ki, yerindədir. Ağını da görürsünüz, sarısını da görürsünüz. Təbii şəkildə götürüb bir yerə qoyuruq, öz keyfiyyətini, tərkibini itirməyibdir. Amma elə ki, yumurtanı bişirdik, bişirəndə onun ağı da, sarısı da bişdi. Ona görə də dönməz denaturasiya, yəni zülalın birinci quruluşu da pozuldu. Deməli, zülalların yumurta zülalı 60-70 dərəcə Selsi temperaturda denaturasiya uğrayır. Yumurta zülalı, buraya yazaq yumurta zülalı. Bir də miozin zülalı var ki, miozin də əzələ zülalıdır. Yəni, bu da 40-45 dərəcə Selsi temperaturda denaturasiyaya uğrayır. Sonra burada var idi dərsimizdə deməli, zülalların xassələri. Zülalların hansı xassələri var idi? Zülalların xassələrinə aiddir, məsələn, inşaat, sonra energetik, daşıyıcı, siqnal, sonra müdafiə, sonra katalitik funksiyası daxildir. Bir də hərəkət funksiyası daxildir. Hərəkət yazmadığımız qaldı bir dənə tənzimləyici funksiyası. Bu da zülalın tənzimləyici funksiyası idi. Deməli, inşaat funksiyası deyəndə nəyi nəzərdə tuturuq? Baxın, görürsünüz, bədənimizin hər tərəfində vətərlərə rast gəlinir, qığırdaqlara rast gəlinir, qan damarlarına rast gəlinir. Məsələn, bədən quruluşumuzda tüklər var, bəzi heyvanlarda pulcuqlar, buynuzlar var, dırnaqlarımız var. Demək, bunların əsas tərkib hissəsi zülaldan təşkil olunub ki, bunlar da inşaat funksiyasını yerinə yetirir. Sonra gəlirik energetik funksiya. Energetik funksiya nə idi? Bilirik ki, 1 qram zülal parçalananda 17,6 kilojoule enerji ayrılırdı və zülal özü karbohidrata və yağa çevrilə bilirdi, amma karbohidrat yağ isə deməli zülala çevrilə bilmirdilər. Sonra gəldik 3-cü funksiya daşıyıcı funksiya. Daşıyıcı funksiyasına nəyi misal göstərəcəyik? Hemoqlobin. Bilirsiniz ki, hemoqlobin deməli qanın tərkibinə daxildir, zülaldır və əsas funksiyası nə idi? Deməli qazların daşınmağında, yəni oksigen və karbon qazının daşınmağında hemoqlobin zülalı iştirak edirdi. Sonra gəldik siqnal funksiyasına. Siqnal funksiyası nədir? Siqnal funksiyası odur ki, xarici amillərin təsirindən zülallar öz quruluşunu dəyişə bilirdilər. Məsələn, bizə hansısa bir qıcıq daxil olduqda zülal əvvəlcə 4, 3, 2 quruluşun dəyişir, gedir məlumatı alır, bir də təzədən əvvəlki vəziyyətinə qayıdır. Məsələn, heyvanlarda tutalım qıcığa cavab verməni də buna misal göstərə bilərik. Sonra gəldik deməli müdafiə funksiyası. Müdafiə funksiyasına nə aiddir? Bax,
immunogloblindir, interferondur. Bunlar deməli zülalı mübadilə funksiyasına, müdafiə daha doğrusu funksiyasına aidlər. Yəni orqanizmə daxil olan yad cisimləri zərərsizləşdirirdilər, həm də ki immunitetin artırılmağına köməklik göstərirdilər. Sonra gəldik katalitik funksiya. Katalitik funksiya nə idi? Katalitik bilirsiniz ki, kimyəvi reaksiyaları sürətləndirmək üçün katalizatorlardan istifadə edirdilər. Zülal zəncirində də, yəni daxildə də zülal yaranarkən də deməli orada reaksiyanı sürətləndirməkdən yana fermentlərdən istifadə edirlər. Fermentlərin hamısının tərkibi zülaldır. Məsələn, bir də fermentləri nə ilə tapasınız? Fermentlərin həmişə son hissəsində yazılır aza, yadınızda qalsın. Məsələn, katallaza, proteinaza tutalım və yaxud da amilaza. Bax, bunların hamısı əgər sonda azanı gördünüzsə, bilin ki, bunlar zülallara aiddirlər. Deməli, fermentlər özü reaksiyanı sürətləndirirlər. Reaksiya zamanı amma özləri sərf olunmurlar, yəni sabit formada da qalırlar. Sonra gəldik hərəkət funksiyasına. Hərəkət funksiyasına nə aiddir? Məsələn, sizin miozin, aktin zülalları, yəni əzələ zülalları demək hərəkət funksiyasına aiddir. Bir də var idi tənzimləyici funksiyası ki, tənzimləyici funksiyada məsələn üçün tutalım deyirik insulin. Insulin nə edir? Qanda şəkərin miqdarını tənzimləyir. Və yaxud da cinsiyyət hormonları nə edir? Məsələn, qızlarda 10-12 yaşa, oğlanlarda isə 13-14 yaşa qədər cinsi yetişkənlikdən qoruyurdu. Həmçinin tənzimləyici funksiyaya digər cəhətdən bax qlikagonu da göstərə bilərəm və yaxud da ki tiroksin hormonu idi. Görürsüz, qalxana bənzər vəzin normaldan artıq olmağa, bazidov az olmağa, digər məsələn miksedema xəstəliyini törədirdi. Bunlar da deməli zülalların əsas funksiyalarına aid oldu.